Sumqayıt şəhəri son illərdə yalnız sənaye və iqtisadi inkişafı ilə deyil, həm də təmizliyi, abadlığı və ekoloji baxımdan nümunəvi idarəçiliyi ilə fərqlənir. Bu uğurun arxasında isə ciddi planlaşdırma, gücləndirilmiş texniki baza və fədakar əmək dayanır. Ən önəmli rol isə Sumqayıt şəhər İcra Hakimiyyəti Təmizlik Departamentinə məxsusdur. Şəhərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanması, tullantıların vaxtında daşınması və ictimai məkanların təmizliyi bu strukturun əsas vəzifələri sırasındadır. Təmizliyin daha da səmərəli şəkildə təşkili məqsədi ilə şəhərdə texniki imkanlar əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, Sumqayıta 37 ədəd müasir texnika verilib. Onlar sırasında 10 ədəd xüsusi təyinatlı zibil daşıyan maşın, 6 ədəd su maşını, 3 ədəd səbətli yük qaldıran, 1 ədəd kran, 1 ədəd qreyder, 2 ədəd bakaladır, 2 ədəd iri traktor, 2 ədəd mini traktor, 3 ədəd özü boşaldan maşın, 1 ədəd köməkçi nəqliyyat vasitəsi, 1 ədəd kahrab, 2 ədəd süpürgə maşını, 2 ədəd duz səpən texnikayı yer alır. Bu texnikaların istifadəsi ilə şəhərdə tullantılar vaxtında toplanır, yollar, səkilər və park əraziləri gündəlik olaraq yuyulur və təmizlənir. Sumqayıt Təmizlik Departamentinin əməkdaşları səhər saatlarından etibarən növbəli şəkildə küçələrdə, məhəllələrdə, prospekt və xiyabanlarda xidmət aparır. Onların əməyinin nəticəsidir ki, Sumqayıt bugün təkcə ölkədə deyil, regionda da ən səliqəli şəhərlərdən biri hesab olunur. Departamentin fəaliyyət dairəsi yalnız standart ərazilərlə məhdudlaşmır. Təmizlik Departamenti əməkdaşları şəxsi təşəbbüslə xidmət zonalarına daxil olmayan küçələrdə, yaşayış binalarının arxasında, əhalinin sıx məskunlaşdığı məhəllələrdə də təmizlik işləri aparır. Bu yanaşma isə bir daha sübut edir ki, Təmizlik Departamenti şəhərin yalnız fiziki deyil, mənəvi gözəlliyi üçün də çalışır. Şəhərin bütün hissələri, əsas magistrallar, piyada keçidləri, parklar, istirahət güşələri və hətta az istifadə olunan dalanlar belə Təmizlik Departamentinin xüsusi nəzarətindədir. Hər bir əraziyə görə məsul şəxslər ayrılıb, monitorinq sistemi vasitəsilə təmizlik vəziyyəti davamlı izlənir. 2024-cü ilin yekunlarına əsasən Sumqayıt şəhəri Naxçıvan şəhəri ilə birlikdə Respublikanın ən təmiz şəhərləri sırasında ilk yerləri tutub. Bu uğurda Sumqayıt Təmizlik Departamentinin əvəzsiz rolu danılmazdır. Bu bir daha göstərir ki, texnika, peşəkar idarə etmə və vətəndaş sevgisi birləşəndə real nəticələr əldə olunur. Şəhər sakinləri də bu xidmətə biganə qalmır. Ətraf mühitə münasibətdə daha məsuliyyətli davranır. Tullantıların düzgün atılması və ümumi təmizliyin qorunması üçün səy göstərir. Təmizlik Departamenti və əhali arasında formalaşan bu qarşılıqlı anlayış şəhərin daha da abad və yaşanılacaq olmasına zəmin yaradır. Sumqayıtda təmizlik təkcə bir xidmət sahəsi deyil, bütöv bir şəhər mədəniyyəti nümunəsidir. Bu mədəniyyəti isə yaradanlar Sumqayıt Təmizlik Departamentinin səbirli, çalışqan və vətənpərvər əməkdaşlarıdır. Onların əməyi ilə şəhər parlayır, insanlar isə bu təmizliyin içində özlərini daha rahat, daha güvənli hiss edirlər. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.